İstərdik özünüz haqqında məlumat verəsiniz lütfən. İlk öncə sizi, bu kanalın əməkdaşlarını və sizin şəxsinizdə bizi izləyən dəyərli tamaşaçılarımızı, izləyicilərimizi salamlayıram və təşəkkür edirəm ki, bu dəyərli bir sözün həqiqi mənasında bir verilişə bizə də vaxt ayırmısınız, bizim üçün də vaxt sərf etmisiniz. Hər birinizə təşəkkür edirəm. Mən Hüseynov Eldayaq Natiqoğlu, 1985-ci il iyun ayının 1-i Saatlı rayonunun Xanlar kəndində dünyaya göz açmışam və özüm ruhani və xüsusilə də elə atam kəndimizin din xadimi olub, elə bir ailədə göz açmışam. 6-7 yaşımda artıq Quran oxuyurdum və ilk təhsilimi elə atamdan almışam. İmam Muhammed Baqir Əleyhisselam adına mədrəsəyə daxil olub, 3 il orada təhsil aldıqdan sonra 96, 97, 98-ci illər və sonra Bakışəhəri Maşdağı qəsəbəsində İmam Cəfər Sadiq Əleyhisselam adına olan mədrəsəyə daxil oldum və təhsilimi orada davam etdim və hərbi xidmət vaxtım çatdıqda öz vətənə borcumu yerinə yetirmək üçün hərbi xidməti bitirdikdən sonra həmin mədrəsədə artıq tədrislə məşğul olmağa başladıq və orada tədrislə oxuya-oxuya eyni zamanda Bakı İslam Universitetinə də daxil olub, oranı da bitirdik və həmin illər ərzində biz elə ikinci ali təhsil Bakı Avrasiya Regionşünaslıq və İqtisadiyyat Fakültəsini də həm dini, həm dünyəvi təhsil alaraq və artıq elə Maşdağada tədrislə məşğul ola-ola məhz hal-hazırda əyləşdiyimiz məscidə biz axund olaraq, imam olaraq təyinat almışıq. Artıq həmin illərdən elə bu ilə qədər təqribən 19 ildir ki, elə bu məsciddə xidmətdəyik.